Şəmşir götürür yazır ki, qocalmışam, xəbərdar ola bəhmən, yorub bu yoxuşlu döngələr məni. Çatardım bahara, qoysa qar, boran, qorxuram bürüyə çəngələr məni. Soruşub halımı olsanız yetiş, atır əğniyələr hərə bir təfiş. Düz yerdə qarşıma hellənir kötük, sarsıdır çəkillər, dingələr məni. Qaçıram, qışlarım bağlayır qılov, bu qədər hicrana necə gəlim dov. Dana təpi atır, bağırır buzov, qorxudur boğalar cöngələr məni. Demək Şəmşirin ağlı azalıb. Qəlbimi qəm, ürəyimi dərd alıb. Sizin eldə qocalardan kim qalıb? Yadına salırmı yengələr məni? Vaxtla onların toyunu eləyib Dədə Şəmşir. Deyir, məni yadına salırlar mı? Bəhmən deyir ki, mənə xəbər verdilər ki, sifarişlə Zakaznoy deyirdilər. Sağ poçta Şəmşirdən məktub var. Deyir, poçta qədər yürüdüm. Getdim ki, Şəmşirin məktubudur. Bizim evimizə deyir, günəş çiçəkli dağının başının üstündən səhər-səhər boylanardı, doğardı. Mən elə bilirdim, Ağdabandan Şəmşirəmdir, çıxıb oradan nurunu bizə salır. Oxudum deyir şeiri, götürür yazır ki, indi Bəhmən cavab yazır. Demə qışım gəlib, dünya görmüş. Mən ki bənzədirəm bahara səni, şahin qanad salmaz, qartal qocalmaz, yoxuş nə şeydir ki o yora səni. İncimək, ya küsmək ağla batmır. Ayrılıq da məhəbbəti azaltmır. Amma arada dağlar var, əlimdə çatmır. Qalmışam axtara səni. Nə qəribə şeir yazırsan mənə? Məni gah dərd alır, gah gülmək yenə. Neyniyər boğalar, cöngələr sənə. Meydanda tək görər dübarə səni. Ustad, səni qorxutmasın dingələr. Görüşərik, gülüşərik gün gələr. Unutmuyub ağbirçəkli yengələr. Dəvət edir bizim diyara səni. Allah hər ikisine rəhmət eləsin.